9 yaşlı qızla evlənəndə Məhəmməd Peyğəmbərin 56 yaşı var idi. Bu normaldırmı yoksa yok? Müasir insanların düşüncesine göre bu qəbul edilmez olardı. Ama gelin biraz kontekst əlavə edin. Yaxşı? Bu sual yalnız Müslümanlara verilir. Başkalarına yok. Siz heç vaxt katoliklerden soruşmursunuz ki, niye Məryəmin 12, Yusif'in ise 90 yaşı var idi? Heç vaxt Yahudilerden soruşmursunuz ki, niye Rivqanın 3, İshak'ın ise 40 yaşı var idi? Siz prezentizm argumentinden istifadə edirsiniz. Yəni bugünkü həyat şəraiti, ömür uzunluğu, ənənələr, mədəniyyət və qanunlarla keçmişi mühakimə edirsiniz. 1980-ci ildə bu ölkədə evlilik üçün qanuni yaş 9 idi. Amerika müstəqillik əldə edəndə qanuni yaş 7 olaraq müəyyən edilmişdi. Amerikada dünyanın bir çox yerlərindən daha çox uşaq evliliyi baş verir. Yəni bu bugün 2026-cı ildə də baş verir. 1880-ci ildə 9 yaş qəbul edilirdi. Halbuki bugün qəbul edilməzdi. Bəli, bugün qəbul edilməzdi. Əgər Məhəmməd Peyğəmbər, ona salam olsun, bugün yaşasaydı, bu da qəbul edilməz olardı. Müsəlman ölkələrinin əksəriyyətində dövlət tərəfindən müəyyən edilmiş qanuni evlilik yaşı neçədir? 17 və ya 18. İslamda evlənmək üçün 3 şərt yerinə yetirilməlidir. Birincisi fiziki yetkinlik. İnsan həddi büluğa çatmalıdır. NHS saytına göre kızlar 8-13, oğlanlar ise 9-14 yaş arasında həddi büluğa çatırlar. Daha isti ölkəlerde yaşayan insanlar üzerinde aparılmış araştırmalar var. Keçmişte insanların ömür uzunluğu daha kısa idi. İnsanlar orta hesabla 30 yaşlarına kadar yaşayırdılar. Həyat daha çətin idi. Buna göre insanlar fiziki olarak daha tez Yetkinleşirdiler. İkinci şart, zehni yetkinliktir. Evlenen şəxs ne ettiğini anlayacak kadar zehni yetkinliğe sahip olmalıdır. O 9 yaşında fiziki ve zehni baxımdan hazır idi mi? Fiziki olarak yetkin idi. Əks halda niye Peyğəmbər nikah müqaviləsini 6 yaşında bağlayıb, amma birlikte yaşamaq üçün 9 yaşına kadar gözləyib? Üçüncü şərt isə zərərin olmamasıdır. Nə zərər vermək, nə də zərər görmək. Biz bilirik ki, o Peyğəmbərin vəfatından sonra 10 illiklərlə yaşadı və heç vaxt şikayət etmədi. Heç vaxt mən çox balaca idim və ya bu mənim üçün travma idi, gözləməli idim demədi. O həmişə bu evlilikdən razı idi. Yəni fiziki şərt yerinə yetirilmişdi, zehni şərt də yerinə yetirilmişdi və heç bir zərər olmamışdı. Çünki travma ilə bağlı heç bir şikayət olmayıb. O 10 illiklər boyu normal həyat yaşadı. Üstəlik Peyğəmbərin başqa neçə gənc həyat yoldaşı var idi. Onun ilk həyat yoldaşı Xədicə ondan 15 yaşdan çox böyük idi. Əgər biz bugünkü 2026-cı ilin düşüncə tərzi ilə o dövrə getsəydik, əlbəttə ki bunu qəbul etməzdik. Amma siz o dövrdə də olsaydınız, bugünkü kimi düşünən eyni insan olmazdınız.